Vaxtınız xeyir olsun. Məştağa Qayıs adlanan ərazidə 2 sot torpaq sahəsindən belə bir şəxsi həyət evimiz çıxıb. Allah bizim mal və mülkünə bərəkət versin. 3 otaq bir mətbəxdən ibarətdir. Yuxarıda mansardı nəzərdə tutulub, ancaq hal-hazırda mansardı hazırdır. Yəni kommunallarına qədər var. Həyətini təqdim edirəm sizə və sonra keçəcəm evin içərisinin təqdimatına. Bu yuxarıda da o vaxt meynə üçün nəzərdə tutulub. Yəni boş da lazım. Yəni kim istəsə naves də vura bilər. Yer olaraq da yaxşı yerdir. Yəni normal yerdir. Həyətdə də sanuzellər var. Bu həyət hissəsində təqdim edirəm sizlərə, fikir verin. Və giriş hissəsində təqdim edirəm. Maşın həyətə rahatçılıqla daxil olur. Giriş hissəsidir. Yeri də yaxşıdır, qiyməti də yaxşıdır. 56.000 manatdır. Reallıq olsa tərzini satır. İnşallah yəqin ki endirimdə olmayacaq. Burada belə böyük bir zal hissəsidir. Səliqəli bir zal, yəni böyükdür bir zal. Zal hissəsini təqdim edeyim sizlərə. Səliqəli belə bir zalı var. Sonra keçirik. Yataq otaqlarını təqdim edeyim sizlərə. Əşyaların da bəziləri qalacaq, onu da nəzərdə çatdıraq. Sonra bir otağımız da buradadır. Bunu da təqdim edirəm sizlərə. Sonra bu da bizim mətbəx hissəmizdir. Mətbəxi də təqdim edirəm. Sancel həyətdədir. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məştağa Qayıs adlanan ərazidədir. 2 sot və 2 sotdan artıq torpaq sahəsinin üzərindədir. Şəxsi tikilidir. Aşağıda bir zaldır, 2 yataq, bir mətbəx, bir sancel və yuxarıda mansard düzdür, hazır deyil. Burada da sancel var. Sancel evin içərisində də var. Bayırda da var, çöldə də var. Əşyaların da bəziləri qalır və qiymət 56.000 manatdır. Sənəd, bələdiyyə və kommunallarına qədər var. Səhifəmizi izlədiyiniz üçün Məştağa Əmlak və Səhər Əmlak komandası əməkdaşları və rəhbərliyi yanına sizlərə dərin təşəkkürümüzü bildiririk.